Salam dəyərli izləyicilər. İndi isə sizə 2 noyabr Güvən nəşrləri tərəfindən keçirilmiş 9-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının icazətini verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. ABC ədədləri verilən ardıcılıqla 13, 12, 5 ədədlərlə düz mütənasibdir. B üstəgəl C çıx A bərabər 8 olarsa A-nı tapın. Deməli, A bölünsün B böl C bizə verib 13 böl 12 böl 5. Yəni bu nisbətdə verib. Deməli A'mız 13K'dır. B'miz 12K'dır. C'miz də 5K'ya bərabərdir. Gətirib yenə yazsaq B plus C 12K üstəgəl C 5K çıx A çıx 13K bərabərdir 8-ə. 12K üstəgəl 5K 17K 17K'dan 13K çıxanda bizə verəcək 4K. 4K bərabərdir 8-ə. K burada alınır 2. K-nı tapdıq 2. Bizdən isə burada soruşur, A-nı soruşur. A da 13K olduğu üçün 13'ü 2'ye vuranda 26. Yəni doğru cavabımız burada C variantında verilib. Növbəti sual. Aşağıdakı ədədlərdən hansı 5 və 6 ədədlərinin hər birinə qalaqsız bölünür? 5'ə və 6'ya bölündüyü üçün 5'ə bölmə əlaməti sonu 0 və 5 olmalıdır. Həm də 6'ya bölündüyü üçün son mütləq 0 olmalıdır. Yəni 5 ola bilməz. Sonu 0 olmalıdır. Ona görə B variantı artıq silinir. Digərləri 5'ə bölünür. 6'ya bölünməsi üçün rəqəmləri cəminə baxmalıyıq. Rəqəmləri cəmi 6'ya bölünməlidir. Burada görünür ki, cavabımız A variantıdır. Yəni rəqəmləri cəmi artı burada 3'ə bölünür. Yəni 6'ya bölünməsi üçün həm 2'yə bölünməsi lazım, həm də 3'ə. Son 0'da 2'yə bölünür. Rəqəmləri cəmi də 3'ə bölündüyü üçün verilən ədəd 6'ya bölünəcək. Yəni doğru cavab A variantıdır. Növbəti sualımız, sual belədir. İki düz xəttin kəsişməsindən alınan bucaqlar 7-2 nisbətindədir. Bu bucaqların fərqini tapın. İki düz xətt kəsişir. Alınan bucaqlar 2-7 nisbətindədir. Yəni biri 2K'dır, digəri isə 7K'dır. Bunlar qonşu bucaqlardır. Qonşu bucaqların cəmləri 180'dir. 9K bərabərdir 180'ə. K burada çıxır 20 dərəcə. K 20 dərəcədir. Bizdən də bucaqların fərqi. Bucaqların fərqi 7K ilə 2K'nın fərqi bizə verir 5K'nı. K 20 dərəcə olduğu üçün 5 dəfə 20 nəticə olacaq 100 dərəcə. Yəni doğru cavabımız olacaq C variantı. 60-cı sual və sual belədir. Şəkildə BC YF paralel, AB DY perpendikulyar, ABC 44 dərəcə, DF bucağını soruşur. Yəni buradakı bucağı soruşur, nəyə bərabərdir? Bunun rahat yolu budur ki, mən buranı uzatsam, X'dən buradakı bucaq eynidir. Yəni burada olacaq X. Bunlar uyğun bucaqlardır. Burada 90 ise burada 90. Deməli K desəm, BDK üçbucağında X xarici bucaqdır. Xarici bucaq bərabərdir ona qonşu olmayan iki daxili bucağın cəmi. 90 dərəcə plus 44 dərəcəyə. Bu da bərabərdir 134 dərəcə. Bu üç bucağın xarici bucağının xassəsidir. Yəni üç bucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 61-ci sual. Və sualımız belədir. A element sayısını verib bizə 6. B element sayısı bizə 4 verib. A ilə B kəsişməsidir, boş çoxludur, birləşməsi soruşur. Baxın, A ilə B kəsişmir. Yəni kəsişməsi boş çoxluq verib. A, B. Ona görə birləşmə element sayısı elə verilən çoxların elementlərinin cəminə bərabər olacaq, sayıları cəminə. Yəni burada 6 element var, burada 4 element var. Doğru cavab olacaq 6 plus 4 nəticə olacaq 10. Yəni doğru cavabımız burada C variantında verilib. (62-ci sual). 2 ardıcıl tək ədədin ədədi ortası 28 olarsa, bu ədədlərin böyüyünü tapın. Təkdir. Birincisi 2n çıx 1 isə, növbətçisi olacaq 2n plus 1. Ədədi ortanı tapmaq üçün ədədləri toplayıb
saylarına bölməliyik. 2 ədəd olduğu üçün 2-yə bölməliyəm. Bərabərdir 28-ə. Sürətdə alınır 4n bölü 2 bərabərdir 28. Buradan alınır 2n bərabərdir 28-ə. N alınır buradan 14. N 14'dür. Bunların böyüyünü soruşur. Böyüyü də 2n plus 1'dir. 2 vurulsun 14 plus 1. 28 plus 1 29. Yani doğru cevabımız olacak burada Y variantı 29'a beraber. 63. sual. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə kəsin sürətinə baxaq. Kəsin sürəti baxırıq ki, bizə verilib 0,3. 0,3 9'a 3 deməkdir. 9'a 3. Çıxsın. Biri də yazıram 9'a 9 şəklində. Bölünsün. Məxrəc. Biri yazıram 9'da 9. Çıxılsın. 0,4 altına yazıram 9'da 6 şəklində. Sürətdə alınır mənfi 9'da 6. Məxrəcdə alınır mənfi 9'da mənfi yox, bu məxrəcdə müsbət alınır. Müsbət 9'da 3. İndi adi kəsrə bölmək üçün nə etməliyəm? Sürəti vurmalıyam məxrəcə kəsrin tərsinə, yəni 3'də 9'a. 9'lar ixtisar gedir burada. 1, 1. 6 ilə 3 ixtisar olur. Burada 1, burada 2. Və nəticə burada qalır mənfi 2. Yəni doğru cavabımız burada mənfi 2'yə bərabərdir. 64. sual. Aşağıdakilərdən hansı qarşılıqlı sadədir? Yəni hansı qarşılıqlı sadədir? Qarşılıqlı sada o deməkdir ki, heç bir ortaq sada vuruq olmasın. Burada doğru cavab olan C variantıdır. Heç bir ortaq sada vuruq yoxdur. A variantında 10, 15 hər ikisi 5'ə bölünür. B variantı 18, 20, 21 hər ikisində sada vuruq 3 var. D variantında yine hər ikisində sada vuruq 3 var. Y variantında 19, 38 sada vuruq 19 hər ikisində. Ona göre doğru cevabımız C variantı. 65. A, B, C müsbət tam ədədlərdir. A'nın 0,3'ə nisbəti, B'nin 0,4'ə nisbəti, C'nin də 0,5'ə nisbəti bərabərdir və müqayisəni soruşur. Bunun ən rahat yolunu göstərəcəm. A bölü 0,3, B bölü 0,4 bərabər C bölü 0,5. Hər biri müsbət tamdır deyir. Müsbət tam olduğu üçün deməli vergül etməlidir. Nisbətlərə bir 10 desəm, A'nın 0,3'ə nisbəti 10'dursa, deməli A olacaq 3. B'nin 0,4'ə nisbəti 10'dursa, B olacaq 4. Və C də olacaq buradan 5. Buradan görünür ki, ən böyük C'dir. Ən kiçisi də A'dır. Ən böyük C, ən kiçisi də A'dır. Doğru cavab A variantı. C B'dən böyükdür, o da A'dan böyükdür. Növbəti sual. 66. sual. 3 bucağın 2 daxili bucağı 115 dərəcə və 45 dərəcə olarsa, bu bucaqlara qonşu olmayan xarici bucağı tapın. Deməli, 2 daxili bucağı verib 115 dərəcə və birini də verib 45 dərəcə. Burada 45 dərəcə. Əslində bunu birbaşa yaza bilərik. 3 bucağın 2 daxili bucağının cəmi onlara qonşu olmayan xarici bucağı verir. Yəni birbaşa yaza bilərik burada. Yəni 45 ilə 115'in cəmidir. Cavab olacaq 160. 160. Yəni bizdən elə bir ki, burada bizdən bu hissədə bu xarici bucağı soruşur. Bu x'i soruşur. Xarici bucaq ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Ona görə doğru cavabımız burada Y variantıdır. 67. sual və sual belədir. X'imiz yerləşir mənfi 3 ilə 1 arasında. Verilən ifadəni sadələşdirin. Baxaq. X plus 3. X'imiz mənfi 3'dən böyükdür. Və biz baxın. Hər dəfə burada 3 əlavə eləsək nə baş verəcək? 0 kiçikdir x plus 3. O da kiçikdir 4'dən. Deməli, x mənfi 3 ilə 1 arasında yerləşirsə, x plus 3 də yerləşir 0-4 arasında. Deməli, bu müsbətdir. Olduğu kimi çıxır. X plus 3 çıxılsın. Burada 2'ni çıxardan modulun xaricinə. Modul x çıx 1. X çıx 1. İndi x'imiz 1'dən kiçik olduğu üçün, bura mənfidir. Yer dəyişib çıxmalıdır. X plus 3 çıxılsın 2 vurulsun 1 çıx x. Bu da bərabərdir. X plus 3 çıx 2 plus 2x. X 2x 3x
plus 1. Yəni cavab olacaq burada 3x plus 1. Yəni B variantı. Doğru cavab B variantı verilib. 68. Şagird 324 səhifəli kitabın 9-da 5 hissəsini oxudu. Neçə səhifə oxumamış qaldı? 9-da 5-ini oxuyubsa 9-da 4-ü qalır. 324'ü vurmalıyam 9'da 4'e bərabərdir. 324'ü bölməliyəm. Əvvəlcə burada mən 9'a bölməliyəm. 324 bölünsün 9. 36 edir. Onu da 4'e vursaq 144. Yəni doğru cavab B variantı. 69-cu sual. Aşağıdakılardan hansı rənglənmiş hissəyə uyğundur? Rənglənmiş hissə. Baxın. Rənglənmiş hissədə ümumiyyətlə B yoxdur. Əgər bu hissədə rənglənsəydi, biraz böyük oldu. Əgər bu hissədə tam rənglənsəydi, aynən C-nin kəsişməsi tam olacaqdı. Yəni aynən C-nin kəsişməsi tam olacaqdı. İndi həmin hissədə yoxdur. Həmin hissə B-yə aiddir. Deməli, aynən C-nin kəsişməsindən mən B-ni çıxartsam, həmin hissə itəcək və rənglənmiş hissə qalacaq. Yəni doğru cavabımız olacaq burada C variantı. Biraz bunu kiçildək. Doğru cevap C variantı. Növbəti 70-ci sual. İfadəsinin qiymətini hesablayın. 1-dən 8-də 1 çıxanda 8-də 7, 1-dən 9-da 1 çıxanda 9-da 8, 1-dən 10-da 1 çıxanda 10-da 9 və nəhayət 11-də 10. Baxırıq, çarpazı ixtisarlar gələcək bu şəkildə və nəticə qalır 7-nin 11-ə nisbəti. Yəni doğru cavabımız C variantı. 71-ci sual. Şagird ilk olarak baxdığı 6 sualdan 4'ünü doğru cavablandırmıştır. O qalan 9 sualdan neçəsini doğru cavablandırmalıdır ki, ümumi müvəffəqiyyət faizi 80% olsun. Baxın, ümumi sual sayı 6-dan 9'un cəmi 15'dir. Yəni 15'in 80%'ni tapıram. 15 vur 80 bölünsün 100. Bu da eləyəcək 12. Deməli, ümumi 12'dən düz olsa, deməli, onun müvəffəqiyyət faizi 80% olacaq. 4'ünü düz yazıb. 4'ünü düz yazıbsa, deməli 8'ine də düz yazmalıdır ki, 12'dən düz olsun. 9 sualdan 8'ini cavablandırmalıdır. Ona göre doğru cevabımız D variantı. 72. 20% 5'te 7 olan əlli tapın. Əldə x desəm əgər, yəni 20% nə deməkdir? 5'də 1'i. Əlin 5'də 1'i bərabərdir 5'də 7'yə bərabərdir. Deməli ədəd nədir? Ədəd elə 7'nin özünə bərabərdir. Yəni 7'nin 20%'i 5'də 7'yə bərabərdir. Doğru cavab burada 7'yə bərabərdir. 73. Üçbucağın iki tərəfinin uzunluqları 14 və 5 cm-dir. 14 və 5 cm verib. Bu üçbucağın üçüncü tərəfi santimetrlə neçə tam qiymət ala bilər? Bu üçbucaq bərabərsidir. Üçbucağın istənilən tərəfi digər iki tərəfin cəmindən kiçikdir. Amma fərqlərinin modulundan isə nədir? Böyükdür. 9x, burada 19. İndi sonuncu tam ədəd x neçədir? X-in ala biləcəyi 18'dir də. Sonuncusu 18'dir. İlk 9 ədədinin içində almadığı üçün deməli 9'dan tam qiymət alacaq. Doğru cavab 9'dur. Yəni ondan başlayacaq. 18'ə kimi 9'dan tam qiymət. Keçək növbəti suala. Buna biraz baxın. Bu sanki biraz oxunmur. Deməli, x və y plus 1 deyir, düz mütasib kəmiyyətlərdir. Yəni, düz mütasib asılıdır. Yəni, o deməkdir ki, bunların nisbətləri sabitdir. Yəni, x-in y plus 1-ə nisbəti k olacaq. Bunu yazdıq. X 1 olanda y 6 olur. Y 6 yazsam və 7 alınacaq. Deməli, nisbətləri 7'də 1 olacaq. Yəni, x bölünsün y plus 1 və 7'də 1. Yine bizə deyir ki, x 2 olduğunda y neçə olar? X 2 olduğunda. X-in ilə 2 yazsaq, 2 bölünsün y plus 1 və 7'də 1. Burada tənasübdür. Y plus 1 bərabərdir 14'ə. Y qalınır 13. Demək, burada doğru cavab olacaq 13'ə bərabər. 75-ci
sual. AB BC AD'ye bərabərdir. BDC 15 dərəcədir. BAC neçə dərəcədir? Burada nəyə baxırıq? Mən bura x desəm, baxın BCA bucağına x demişəm. BCA bucağı x isə BAC bucağı da x-dir. Bərabər yanlış bucaqdır. Sonra BDC üçbucağından bu bucaq xarici bucaq olacaq da x ilə 15-in cəmidir. X plus 15. İndi indi isə AD ilə AB bərabərdir. AD ilə AB bərabər olduğu üçün buradakı bucaq da olacaq x plus 15. Bərabər yanlış bucaqdır deyə. X plus 15. İndi yazırıq. ABD üçbucağından yazıram. ABD üçbucağından 3 dənə x üstə gəl 30 bərabər 180-ə. 3 dənə x bərabərdir 150-yə. X alınır neçə? X 50 alınır. X 50. Bizdən də BAC soruşduğu üçün BAC ilə x-dir. Yəni x-imiz olacaq 50 dərəcə. Doğru cavab burada 50 dərəcəyə bərabərdir. 76-cı sual. -10,4 və 7,5 ədədləri arasında yerləşən təməllərin cəmi. Təməlləri -3, -2, -1, burada 0, 1, 2, 3, 4, 5, 6, bir də 7-dir. Bunu niyə belə yazdım? Görünsün deyə. Bax, bunlar sıfıra gələcək. Qalacaq bunların cəmi. Bunların da cəmi deməli 6, 4, 10 eləyir. 7, 5, 12 edir. Nəticə olacaq 22. Yəni doğru cavab burada 22-yə bərabərdir. Keçən növbətçi suala. 77-ci sual. Deyir ki, zavoddakı günlük növbətçilərdən Zaur 9 gündən bir, Mahir isə 12 gündən bir növbətçi olur. Mahir və Zaur eyni gündə növbətçi olduqları ən az neçə gün sonra təkrar eyni gündə növbətçi olurlar. Bu artıq elə bir ədəd olmalı ki, 9-a və 12-yə bölünsün. Deməli, onların əkobunu soruşur bizdən. Ən az dediyi üçün əkob 9, 12. Baxırıq, ortaq 3 var. 3-ü çıxardıram. Əkob 3, 4. 3 ilə 4 qarşılıqlı sadədir. Əkoblar hasilləri olacaq 12. 3 dəfə 12, 36. Deməli, burada doğru cavab 36-ya bərabərdir. 78-ci sual. 108, 180, 256-nın ədədlərinin ortaq natural bölənlərin sayını tapın. Bunların ortaq natural bölənlərin sayını tapmaq üçün əvvəlcə bunların ən böyük ortaq böləni tapmaq lazımdır. Bunların ən böyük ortaq böləninin bölündüyü ədədlər bunların ortaq natural bölənləri olacaq. Bunları yazırıq. Əbob 108, 180, 256. İndi görək nəyə bölünür. Əvvəlcə baxın 4-ə bölünür. 4-ü çıxardıram. 4-ü çıxartsam, əbob 4-ü çıxaranda burada 27, burada 45. 4-ü çıxaranda baxaq. 256, burada 64 qalır deyəsən. Deməli, hər birini 4-ə bölün. Dəqiq cavab çıxsın, yanlış alınmasın. Deməli, 256 idi də, 256, 64, 64. 27, 45, 64. Burada artıq ortaq heç nə yoxdur da. 64 ancaq ikilərdən ibarətdir. Deməli, əbobları ilə 4-dür. 4-ün natural bölənlərin sayı ilə bunların ortaq natural bölənlərin sayı olacaq. 4-ün natural bölənləri də heç düstur yazma ehtiyac yoxdur. 1-dir, 2-dir, 4-dür. Deməli, bunların ortaq natural bölənlərin sayı olacaq 3. Yəni 3 dənə ədədə bölünürlər. Doğru cavab burada 3-ə bərabərdir. 79. A çıx B-ni bizə verib 4. Bizdən verilən ifadənin qiymətini soruşur. İndi açılışını yazsaq 100A 10B üstə gəl C. Digəri də 100B 10A üstə gəl C. Bunları tərəf çıxsam, C-lər gedəcək. 90A çıx 90B alınır. Onu da yenə yazsaq. 90A çıx 90B bölünsün 15. 90-ı çıxarsam mütərizə xaricinə. A çıx B bölünsün 15. 90 15-ə bölünür. Burada 1, burada 6. A çıx B-ni də verib 4. 6-nı da 4-ə vursaq, nəticə olacaq 24. Yəni burada doğru cavab 24-ə bərabərdir.
80-ci sual və sual belədir. A və B ədədlərinin ədədi ortası 66-dır. A ilə B-nin ədədi ortasını verib 66. Sual görünmür tam yaxşı. Deməli, A ilə B-nin cəmi nə olacaq? A ilə B-nin cəmi olacaq 132. Çünki ədədi orta 66-dır. CDY ədədlərinin ədədi ortası. CDY-nin 3-ünün. Deməli, CDY cəmi də olacaq. Ədədi orta 86 ise 3 vur 86. 3 vur 86. 3 dəfə 6, 18. Bir yadda 258. 258. İndi bizdən soruşur, ümumi ədədi ortanı soruşur. A, B, C, D, Y-nin ümumi ədədi ortanı tapmaq üçün onların cəmini bilmək lazımdır saylarına. Sayları da 5'dir. Bilmək lazımdır 5'e. 132 üstəgəl 258 bölsün 5 də bərabərdir. 2, 8, 0, 3, 5, 8, 9, 1, 2, 3. 390 böl 5. Bu da olacaq. Deməli, 390'ı 5'e böləndə 78 eləyəcək. 78. Yəni, burada doğru cavab olacaq. 78'e bərabər. 81-ci sual. ABC üçbucağında B'də tənböləndir deyir. Üçbucaq çəkək. Deməli, AB, BC, AC. Deməli, belə deyək. A-nı bu tərəfdə yazım. CB. İndi AB 3K'dır. BC 5K'dır. Və AC də 6K. Burada 6K'dır. Perimetri və deyir B-də tənböləndir. B-də tənbölən. Tənbölən yəni bucağı yarıya böləcək B bucağını. Yəni bu tənböləndir. Bunu da bildik. İndi burada nəyə fikir vermək lazımdır? B-də tənbölən olduğu üçün tənbölənin xassəsinə görə BC ilə BA-nın nisbəti DC ilə AD-nin nisbətinə bərabərdir. Yəni BC-nin BA-ya nisbəti CD-nin AD nisbətinə bərabərdir. Tənbölən xassəsi BC ilə AB-nin nisbəti CD ilə AD nisbətinə bərabərdir. 5K 3K olduğu üçün burada mən yaza bilərəm 5'in 3'in. İndi perimetri verib 56. Perimetr 5K 3K bir də 6K bərabər nəyə? 56'ya. Burada alınır 14K bərabərdir 56'ya. K alınır neçə? K4. K4 ise AC olacaq neçə? 6 və 4, 24. Bunu tapdıq. İndi AD həm də 3N-lə 5N-in cəminə bərabərdir. Bərabər 24'ə. 8N bərabər 24. N alınır burada neçə? N alınır 3. N 3'dürsə deməli biri 15 olacaq. 15. Digəri də olacaq neçə? 9. Bizdən AD soruşduğu üçün cavabımız olacaq 9. Yəni doğru cavab burada 9'a bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi unutmayın.